Andır bəy, ötən verilişimizdə siz belə bir fikir səsləndirdiniz ki, Güney Azərbaycanda olan Milli Azadlıq Hərəkatının liderlərindən birinin qətlində Ramiz Mehdiyevin də əli olub. Yəni dolayısıyla tapşırığı mı olub, əli mi olub? Sağ bəli, onu o zaman tam mənada aşmadım. Bəli, buyurun sizə bağlı deyirəm. Bəli, Bununla bağlı əlbəttə ki, bizim də Güney Azərbaycandan da izləyicilərimiz çoxdur və fəallar da var. Hətta mənə zəng elədilər, dedilər ki, Cahandar bəy bu məlumatı hardan alıb ki, belə fikir səsləndirir, əmanini İran dövləti öldürüb, Ramiz Mehdiyev deyil. İndi mən yeni deyirəm ki, LGBT kürəsəl mafiyası Ramiz Mehdiyev timsalında, şəxsində bir təşkilat altında birləşibsə, əmanini içəridə öldürən bu faşizmin terror qruplaşmalarıdırsa, Azərbaycan quzeyində də Ramiz Mehdiyevlə bir yerdədirlər. Onların Ramiz Mehdiyevlə işbirliyinin olmaması öz gününcə ola bilər. Yəni Ramiz Mehdiyev çətəsindən bir yerdə olmaması, amma yaxın keçmişdə olan siyasəti də biz bildiyimizə görə İran faşizmi çətəsindən Ramiz Mehdiyevin də içi olduğunu hər kəs bilir. Mən də bilirsiniz bu televizyonda sizlə birlikdə Ramiz Mehdiyev cinayətlərindən danışanda Azərbaycanımızın güneyində Milli Azadlıq Hərəkatının çox öncül və ləyaqətli liderlərindən biri mühəndis Qılamrıza Əmaninin ölümündə Ramiz Mehdiyev çətəsinin əlli olduğunu bildirmişdim və hətta demişdim ki, bu işdə Azərbaycanımızın güneyindən Amerikada yaşayan bir soydaşımızın qohumları iştirak eləyib. Hətta bildirmişdim ki, bunu kim edib, onu Azərbaycanın güneyində çox adam bilir. Herhalde xatırlayırsınızsa. Bu açıqlamadan sonra təbii ki, mənim o açıqlam Azərbaycanımızın güneyində, İran adlanan Azərbaycanda belə də geniş yayıldı. Qılamrıza Əmani məsələsi çox həssas məsələ Azərbaycanımızın güneyində, İran adlanan Azərbaycanda. Mən kimin olduğunu təbii ki, deməsəm də onlar təxmin edirdilər söhbət kimdən gedir. Çünki onların özləri hər yerdə bu məsələ ilə bağlı dəfələrlə açıqlama vermişdilər, fikirlər ortadaydı. Amma çox təəssüflər olsun ki, Amerikadan, Avropadan olan soydaşlarımız mənim bu açıqlamamda Azərbaycanın güneyindən olan Amerikada yaşayan soydaşımızın Əhməd Obalı olduğunu bildiriblər ki, mən demişəm Əhməd Obalı eləyib bunu, onun qohumları. Ad çəkmədiniz, amma Amma mən bilirsiniz ki, ad çəkmədim. Amma o insanlar Əhməd Obalı fikrinə gəliblərsə, bu onların fikridir. Herhalde bu müzakirə məsələsidir. Gələcəkdə bu onsuz da tam mənada çıxbaqlığınla qədər ortaya çıxacaq. Mən hələlik konkret ad çəkməmişəm, kimi hədəf almamışam. Mənim hədəf aldığım düşmən güclərin birləşdirici figuru Ramiz Ənvəroviç olduğunu gizlətmirəm, hər zamanda sözümü deyirəm. Çünki Ramiz Ənvəroviç İran faşizmindən, Fars faşizmindən son 30 illik bir hakimiyyəti dönəmində və hələ də indi onun çətələşməsi belə o ilişkiləri davam etdirirlər. Böyük bir işbirliyində olublar. Zamanında Cumhurbaşqanı Həsən Ruhani bilirsiniz 2003-2005-ci illərdə İranda Təhlükəsizlik Şurasının katibi işləyirdi. O zaman Ramiz Ənvəroviçin bir sənəd imzalamışdılar. Həmin sənədə görə Azərbaycan Cumhuriyyətində, Respublikasında İrana qarşı hansısa təbliğatın olmamacağından bağlı öhdəçilik götürmüşdü. Və bundan sonra Ramiz Ənvəroviç Azərbaycanda Azərbaycanımızın güneyindən, İran adlanan Azərbaycandan olan milli fəallarımızın Avropaya birbaşa göndərilməsini, qovulmasının təşkilatçısı olub, bunu hər kəs bilir. Arxasında İran faşizmlə anlaşma dururdu. Və bununla yanaşı da İran adlanan Azərbaycanda milli hərəkatı təxrib etmə öhdəçiliyi üzərinə götürmüşdü ki, onları da İran adlanan Azərbaycanda olan milli hərəkatı təxribat eləmək üçün Azərbaycanın quzeyindən bir sıra adamları da görevləndirmişdi ki, onların da müəyyən adamlarını Azərbaycanda bir sıra insanlar tanıyırlar, heç kim gizlətməsin. O adamlar Azərbaycanımızın güneyində olan soydaşlarımızla, milli hərəkatın fəallarla işbirliyinə girib, onların İran rejimi tərəfindən deşifrə olub, həbs olunmasında iştirak ediblər. Bunu da hər kəs bilir. Digər tərəfdən də bilirsiniz ki, Ramiz Ənvəroviçin
yapılanmasıyla Azərbaycanda İrana qarşı bir sıra, yəni Azərbaycanın əleyhinə olan təşkilatlanmalarda Batı dünyasının əlini oynayan, Fars faşizmin əlini oynayan bir sıra yapılanmalar da gerçəkləşib. O yapılanmalarda Ramiz Ənvərov Çin çətəsi birbaşa iştirak edib. Azərbaycanımızın güneyindən Rusiya istihbaratına, Fars faşizminin istihbaratına, özəllə Sepaha bağlı olan ayrı-ayrı adamları əli ilə Güney Azərbaycan parlamenti yaradıb, Azərbaycan milli hərəkatını zərbə altına qoymaq istəyib. Güney Azərbaycan parlamenti yaratmaqla İran adlanan Azərbaycanda Kürdistan qurulması uğrunda İsrailin projesinə dəstək veriblər. Bunu da artıq deməyin zamanıdır. Bu adamlar təbii ki, bu gün narahat olurlar. Zahir bəy, onlar, mən bilmirəm sizə kim nə deyib, amma mən hər kəsi uyarıram. Ramiz Ənvəroviçlə əməkdaşlıq edən və birbaşa onun himayəsində olan Avropada və Amerikada yaşayan soydaşlarımızı dövlət ağlı çox gözəl bilir. Azərbaycanın fəal insanları gözəl bilir. Bu insanlar bu gündə Türkiyəyə qarşı çıxışlar eləyirlər. Azərbaycan dövlətinə qarşı çıxışlar eləyirlər ki, biz İranda Güney Azərbaycan istiqlalını istəyirik. Türkiyə dövləti ilə Azərbaycan dövləti buna qarşı çıxır. Pezeşkiyanı ki, biz müdafiə eləyirik, anlayışını ortaya qoyurlar və öz televizyonlarına da Netanyahu'nun Amerikada yaşayan adamlarını dəvət eləyirlər, çıxış elətdirirlər, ayrı-ayrı qurumlarda söhbətlər aparırlar. Hardan qaynaqlandığını, nə istədiklərini biz görürük. Türk dövlət ağlı çox gözəl görür.